Salam əzizləyicilər, hər vaxtınız xeyir. Deməli, bugünkü qonaqlarımızdan biri Jaguar F-Type-dir. Avtomobil 2019 modelli və 6 silindr mühərrikdir. Deməli, avtomobildə biz baxış keçidini yoxladıq. Həm hava çəkmə şikayəti ilə müştəri yaxınlaşmışdı yanımıza, həm də ki, avtomobildə ümumiyyətlə yoxlanış eləmək istirdi. Avtomobildə yoxlanış elədik və katalizator datik problemi var idi. O da ki, vurulan yanacaqla əlaqədardır. Yəni, katalizatorda heç bir problem yoxdur. Bundan əlavə olaraq avtomobildə vanus, giriş vanusının xətasını verirdi və bundan əlavə olaraq avtomobildə Westgate klapanın xətasını verir. Onun da səbəbi nədir? Yaxınlaş biraz zəhmət olmasa. Deməli, yaxınlaş. Deməli, bu avtomobildə Westgate klapanı bütün avtomobillərdə turbo mühərrik olduğuna görə, deməli, burada gördüyünüz kimi turbo var. Və turbonun burada datçiki və Westgate klapanı var. Bu gördüyünüz ştok, yəni ox, diametra. Bu avtomobil sahibi bildirdiyinə görə əvvəl çıxmışdı, sonra taxtılar yerinə. Əziz izləyicilər, əgər avtomobiliniz turbo mühərrikdirsə, eyni ilə belə turbo mühərrikə sahibdirsə, bir şey nəzərinizdə saxlayın ki, turbonun ştoku, yəni xətti, oxu çıxdığı zaman onun pozisiyası pozulur. Pozisiyası pozulduğun zaman isə turbo başlayır gec açmağa. Bu avtomobildə turbo 1900 RPM-də dövrlər sayında açmalıdırsa, açır 2800-2900-də. Yəni, avtomobil yerindən sürətlənməsi gecikir. Bunun üçün də biz əl ustamızı inşallah yönləndirəcəyik ki, turbo ustamız, əl ustamız inşallah buna baxsın, düzəltsin. Təşəkkürlər, izləmədə qalın.